Bəzən deyirlər, müəyyən çıxışlarda, müəyyən yerlərdə, mənə qarşı da iradlarda deyirlər ki, ölkənin adı ilə millətin adı olmaz. Tamamilə yanlış bir mövqedir. Və bu günlərdə bu mövqenin üzərində dünya artıq problemi həll eləmək üçün bu mövqeyə keçir. Ölkənin adı ilə vətəndaşlığı adlandırırlar. Əvvəldə vardı, indi yenidən o tendensiya başlayır və dost, qardaş Türkiyədə artıq çalışırlar ki, o milli məsələləri qıcıqlandırmamaq üçün bir Türkiyəli ifadəsini işlətməyə çalışırlar. Bu günləri İranda çoxdan da artıq İranlı ifadəsini işlədirlər. Bu günləri Rusiyada qonşulardan danışırıq. Rusiyada Rusiyalı, Rasiyanin ifadəsini işlədirlər. Bunlar hamısı zərurətdən irəli gəlir, ölkənin, dövlətin birliyini qoruyub saxlamaq üçün. Yenə də deyirəm ki, Azərbaycanlı deyəndə birinci növbədə Türk və digər növbədə isə sadaladığımız Ləzgi, Talış, Kürd, Tat və digərləri nəzərdə tutulur. Bunu hər kəs bilməlidir və yenə də deyirəm ki, dünya xalqlarının nümunəsini sizə çatdırmaq istəyirəm. Fransızlar, fransız Rus dilində deyirlər, biz də orada götürmüşük fransız. Fransızlar özlərinə fransız deyirlər. Mənası özlərində də, qonşu dillərdə də Fransalı deməkdir. England özlərinə deyirlər. Mənası öz dillərində İngiltərəli deməkdir. Ruslar onlara Angliçanin deyirlər, yəni Angliyalı, İngiltərəli. Ən çox sayılı dünyanın millətlərindən biri Çinlilər, Çin ölkənin adı ilə Çinli deyirlər. Yaponlarla bağlı Japones deyirlər, yəni Yaponiyalı ingilislər deyirlər. Ruslar onlara Yapones deyirlər, yəni Yaponiyalı deyirlər. Yəni söhbət ondan gedir ki, yüzlərlə bu misalları mən çəkmək istəyirəm ki, dünyada normal şəkildə qəbul olunan bir formadır. Bundan başqa hər kəs özü üçün o dərsini çıxarsın, nəticəsini çıxarsın. Və Azərbaycan cəmiyyətində də bu məsələ ilə bağlı mən hesab edirəm ki, bir ümumi mövqe olmalıdır. Yenə bu mövqeyə, bu qədim dövrlə bağlı o mövqeyimizi ortaya qoyuruq ki, 5000 ilindən başlayaraq Azərbaycanlı, Azərbaycan, Türkiyə, Azəri ifadəsi eyni dərəcədə işlədilməlidir. Bu məsələyə münasibətimiz bundan ibarətdir və proses davam edir. Və bir məsələnin üzərində mən gəlmək istəyirəm ki, Azərbaycanlı tarixin müxtəlif dönəmlərində, yəni həmin dediyimiz bu müəlliflər Araqda dövründə də Azərbaycan türklərindən danışırlar, Turanlardan danışırlar. Manna, Maday, dünyanın Midiya dediyi, həmin dövrlə də bağlı türklərdən, Turanlardan danışırlar ki, tutaq ki, mən sizə bir dəfə demişdim, François Lenormand açıq şəkildə bildirir öz əsərində 1868-ci ildə yazdığı əsərində Parisdə çap olunan Qədim Şərq tarixi, yəni adi bir tədqiqat əsəri deyildi o ki, bir monoqrafiya olsun. Dərslik kimi yazmışdı şərq tarixini, qədim tarixini. Orada aydın şəkildə göstərir ki, onların Midiya dedikləri, bizim Maday dediklərimiz ölkənin ərazisində yaşayanların böyük əksəriyyəti Turanlılar, Turlar və 19-cu əsrdə bizə bir adda qoşmuşdular, Tatarlar. Tatarlar bizim qardaşlarımızdır, amma öz adımız var bizim, Türk, Azərbaycan türkləri. Və Tatarlar adlanır. Çünki 19-cu əsrdə Ruslar bizə Tatar deyilə görə dünyada da Tatar adlanır. Və orada da qeyd edir ki, indi də orada həmin o Tatarlar, həmin türklər, həmin Turanlılar yaşayır. Yəni o dövrdən gəlir ta Madayların dövründən sonra Əhəmənlərin dövründə. Əhəmənlərin dövründə də həmin dediyimiz bu tədqiqatçılar bir mənalı şəkildə bildirirlər ki, həmin o Maday, Türk, Turan dili işlədilirdi və Əhəmənlər sarayda hakim olduqları dövrdə sarayda, dəftərxanada, rəsmi yazışmalarda Maday, Türk dilindən istifadə olunurdu. Yəni, bax, bu məsələləri mən diqqətlə çatdırıram ki, tariximiz bundan ibarətdir. Sonraki dövrlərdə yeni bir mərhələ başladı ərəblərin gəlməsi ilə. Ərəblər də bizim öz adımızı Türk adı olaraq ortaya qoydular. Dedilər, yəni deyirəm ki, Azərbaycan tarixçilərindən bəzən görürsən ki, müəyyən müzakirələr açılır ortaya, Ziya Bünyadov onunla bağlı və başqa tarixçilərlə bağlı. Başqalarını deyə bilərsiniz, amma Ziya Bünyadov da türkçülüyün kökündə dayanan insanlardan biridir. Bilirsiniz ki, 90-cı illərdə Azərbaycanda Türk dili yoxsa Azərbaycan dili ifadəsi ətrafında bir elmi diskusiya getdi və həmin dövrdə Azərbaycan prezidenti, mərhum Azərbaycan prezidenti Heydər Əliyevin iştirakı ilə də həm müzakirələr getdi və sonunda Azərbaycan dili, Azərbaycanlı ifadəsi üzərində dayandılar və həmin o müzakirələrin gedişində bir tarixçi kimi, bir alim kimi, tarixi bilən bir insan kimi Ziya Bünyadov Azərbaycanlı adının üzərində dayandı və əsaslandırdı.
Bizim də dediyimiz indi gəlir o məsələlərin üzərinə ki, yenə də deyirəm ki, kim özünə türk deyirsə, bu heç demək deyil ki, Azərbaycanlı sözünün əleyhinədir. Və ya kim özünə Azərbaycanlı deyirsə, türk deməkdir. Bu ifadələrin Azərbaycanlı, Azəri, türk eyni dərəcədə, eyni vətəndaşlıq statusunun işlədilməsinə heç kəs qarşı çıxmasın. Kimin ürəyinə hansı yatırsa o şəkildə də işlətsin. Və dedim ki, ərəblərin gəlişi, regiona gəlişi dövründə bu məsələ ilə bağlı konkretləşmə prosesi getdi. Ərəblər regiona gələndə bizim bütün ərazimizdə, bütün əhalimizdə türk dedilər. Hətta belə bir ifadə işlətdilər ki, Kenturanın övladları və yaxud şərq mənbələrinin çoxunda Qantura, türk mənbələrində Qantura yazılır. Bu da əfsanəyə bağlıdır, kökə bağlıdır ki, İbrahim Peyğəmbərin məlumdur, geniş yayılmış məlumdur ki, iki övladı dünyaya gəlibdir, İshakla İsmail. İshak Yahudilərin deməli əcdadıdır, İsmail isə ərəblərin və digərlərin, onlara yaxınların əcdadıdır, xəttidir. Ona görə də çox vaxt ərəblərə deyək ki, Həcərin övladları deyirlər, Bəni Həcər, Yahudilərə isə Bəni İshak da deyirlər bu ifadəni və ya Bəni Sara, Saradan olan anasının adı ilə də adlandırırlar. Və onun, İbrahim Peyğəmbərin çox mənbələr, o cümlə dini mənbələrdə, dini kitablarda səslənirkən Kentura adında türk xaqanının qızı da onun həyat yoldaşı olubdur və ondan törənən nəsil Kenturanın nəsli Bəni Kentura da adlanır. Ərəblər regiona gələndə 7-ci əsrdə bizim əhaliyə, Azərbaycanda yaşayan əhaliyə, eyni zamanda Xorasanda yaşayan əhaliyə Bəni Kentura dedilər. Türk dedilər, türklər də bunlar dedilər. Hamısı, başqa orada mənbələr də var, bilirsiniz ki, bizim alimlərimiz o mənbələrdə söykəniblər. Ona görə bu fakt da kənarda qalmamalıdır. Türklər, ərəblər də bizi türk kimi qəbul edilər, türk kimi tanıdılar. Sadəcə olaraq Orta Asiya türklərindən bizi fərqləndirmək üçün həm də Azəri, Azərbaycanlı və yaxud əhli Azərbaycan ifadəsini işlətdilər. Yəni, bax, bu ifadələr hardasa deyirlər 1936-37-ci ildə Göz Stalin tərəfindən düşürülüb Azərbaycanlı Azəri adı qətiyyən həqiqətə uyğun deyil. Həmin dövrdən bu ad 7-ci əsrdən ən azından paralel şəkildə bu üç ad işlənirdi. Müəyyən dövrlərdə, müəyyən sülalələrin Azərbaycanda hakimiyyətdə olduğu dövrdə müəyyən şəraitə uyğun olaraq bu və ya digər ad üstünlüyü təşkil edirdi. Yəni Azərbaycanlı Azəri və yaxud türk adı. Məsəl üçün Səfəvilərin dövründə daha çox türk adı üstünlüyü təşkil edirdi. Və yaxud onun bir müddətdən sonra Səfəvilərin hakimiyyətinin ortalarına yaxın Qızılbaş adı da üstünlüyü təşkil edirdi. O cümlədən Osmanlıların yaşadıkları ərazidə Osmanlı ifadə, onlar da Türk-Türkmən ifadəsini genişlədirdilər. Amma Osmanlı ifadəsi tədricən Osmanlı İmperiyasının dövründə əvəz elədi Türk-Türkmən adını.